ağaç çıxdı, hə? Ağaç çıxdı, əmbə buralar güllər püskün gündə qaldı. Ne olaram, xahiş edirəm, köməkli eləsinlər, bir dənə bu patoloqu düzəldək, bu şükürcə. Yağış yağanda evin içinə bax, gör deşiklərə bax, yağış evin içində olacaqdır. Ötən gün kanalımıza Gəncə şəhəri Zülfü Hacıyev küçəsi 56 ünvanında yaşayan bir qrup sakin tərəfindən video müraciət daxil olmuşdur. Sakinlər yaşadıkları problemin ictimailəşdirilməsini və aidiyyatı qurumlarının diqqətini çatdırılmasını xahiş edirlər. Müraciət əsasında hazırlanan süjet kanalımızda yayımlandıqdan dərhal sonra aidiyyatı qurumlarının nümayəndələri əraziyə gələrək problemi aradan qaldırıblar. Bina sakinləri çevik və operativ reaksiyaya görə aidiyyatı qurumlara öz minnətdarlıqlarını ifadə ediblər. Xatırladaq ki, təqdim etdiyimiz görüntülərdə yas mərasimi keçirilən evin dam örtüyünün üzərinə ağac aşması nəticəsində vətəndaş Səidə Axundovanın yaşayış evinə ciddi ziyan dəydiyi əks olunmuşdur. Hazırda vətəndaş Səidə Axundova evinin dam örtüyünün bərpası üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Gəncə şəhər icra hakimiyyətinin rəhbərliyinə müraciət edərək köməklik göstərilməsini xahiş edir. Ümid edirik ki, vətəndaşın müraciəti qısa zamanda öz həllini tapacaq. Mövzunu diqqətdə saxlayacağıq. Çox bərbad haldadır, cənab prezident. Allah sizin canınıza can sağlığı versin ki, yəni ağac çıxdı, Elmar müəllim, Allah canınıza can sağlığı versin. Niyazi Bayramov, sizdən artıq dərəcədə xahiş edirik. Qadına köməklik eləyəsiniz. Əlinizdən gələni əsirgəməyin, xahiş edirik. Sevidik. Xahiş edirəm, nə olar. 40 da yaxınlaşır, ikinci adınası təzə çıxır. Xahiş edirəm, sizdən çox xahiş edirəm. Çox pis vəziyyətdəyəm. Özüm borc xərc alıb yoldaşımın əziyyətlə götürmüşəm, onu bir Allah bilir. Ümid eləyirik ki, yaxşı olar. Bu qadının göz yaşları da yerdə qalmaz inşallah. Yəqin ki, yaxşı olar. Allah canınıza can sağlığı versin. Biz ölkəmizlə, prezidentimizlə fəxr edirik. Çox minnətdarıq. Allah canınıza can sağlığı versin. Vitse-prezidentimiz Mehriban xanım, Allah canınıza can sağlığı versin. Allah sizi Azərbaycandan əksik eləməsin. Azərbaycan xalqı həmişə sizi dəyərləndirir, həmişə sizi sevir. Biz sizi çox istəyirik, cənab prezident. Xanım Mehriban xanım, sizin Allah canınıza can sağlığı versin. Allah sizi var eləsin, inşallah. Sizdən artıq dərəcədə xahiş edirik. Bu evə dəymiş ziyanın yas evidir. Allah canınıza sağlıq versin. Dəymiş ziyanı da ödənilsin. Kasıb qadındır, yazıq qadındır. Yoldaşı rəhmətə gedibdir. Yəni bilirsiniz, mağar umur. O evində yas mərasimi eləyəsidir. 40-ı çıxmayıbdır məhrumun. Allah canınıza can sağlığı versin. Niyazi Bayramovdan artıq dərəcədə xahiş edirik. Allah canınıza sağlıq versin. Niyazi müəllim, sizin də cənab başçı, xahiş edirik bu Səidə Axundovanı dəymiş ziyanın evinin üstünə düşmüş ağacı götürdülər. Allah canına sağlıq versin. Elmar Əzizovun Allah canına can sağlığı versin. O ağaçları oradan çıxartdırdı. İndi o ağac girən yeri, içəri düşən yeri patolog. Aha. Xahiş edirəm, bir dənə o evəcə köməklik eləsinlər, heç nə istəmirəm. Bir sabah 40 gəldi, hələ ikinci adınası təzə çıxıbdır. Xahiş edirəm sizə. Bizim bağçı Gəncənin bağçısı, nə olar, köməklik edir, xahiş edirəm. Pis vəziyyətdəyəm, borcun içində üzürəm mən. O yoldaşım nə vəziyyətlə götürmüşəm, onu bir Allah bilir, işte qonşular bilir.